İmam Əli əleyhissalam belə buyurmuşdu: Təqva sahibinin minib yüyəni əlində saxladığı və onu cənnətə aparan bir minikdir. Nəhcu Bəlağa, xütbə 16. Bəziləri təqvanı tikanlıqdan keçərkən tikanlar batmasın deyə ətəyini qaldıran və ayaqlarını yerə yavaşca qoyan şəxsin vəziyyətinə bənzətmişlər. Abdullah ibn Mötəz bunu nəzmə çəkmişdi. Şeirin məzmunu belədir: Günahın həm böyüyündən, həm də kiçiyindən uzaq dur. Budur təqva. Tikanlıqdan keçərkən addımlarını ehtiyatla atan şəxs kimi ol. Kiçik günahlara kiçik gözlə baxma. Unutma ki, dağlar da xırda daşlardan ibarətdir. Məcmuəül Bəyan təfsiri, Bəqərə surəsinin 2-ci ayəsinin təfsiri. Bu bənzətmədən o da məlum olur ki, təqva insanın özünü bir kənara çəkərək gülşənişinlik etməsi demək deyil. Cəmiyyətin içində olub günahlardan qorunmaqdır. İstənilən halda təqva Allaha və axirətə imanın ən gözəl nəticəsi olub, İslamda insanın üstünlük meyarı hesab edilir. Təsadüfi deyil ki, Quranın buyurduğu Allah yanında ən hörmətlimiz, ən təqvalı olanınızdır cümləsi İslamın şüarına çevrilmişdi. İmam Əli əleyhissalam buyurmuşdu: Təqva hər bir bağlı qapının açarı, axirət azuqəsi, şeytanın köləliyindən azadlıq və bütün bədbəxtliklərdən qurtuluşdur. Nəhcu Bəlağa 230-cu xütbə. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.